Hello, dear children. Salam, əziz uşaqlar. Unit 1, Lesson 4. Birinci bölüm, 4-cü dərs. Word work. Söz işi. Uşaqlar, bugünkü dərsimizə 2 yeni hərflə başlayaq. İlk hərfimiz M hərfidir. M hərfini tələffüz etdikdə M səsi kimi səslənir. Məsələn, mom, ana. İkinci hərfimiz isə E hərfidir. Bu hərf Ə səsi kimi səslənir. Məsələn, dad, ata. Uşaqlar, sonraki dərslərimizdə biz bu hərfin başqa səslərlə də tələffüz olduğunu öyrənəcəyik. Bu 2 yeni hərfin əl yazısını sizə təqdim edirəm. Exercise 1 on page 16. Birinci tapşırıq 16-cı səhifədə. Listen and chant. Dinlə və oxu. Uşaqlar, şəkildəki təsvirdə M plus add equal mad yazılıb. Yəni, M hərfi üstəgəl add şəkilcisi bərabərdir mad. Mad əsəbi, çılğın deməkdir. Uşaqlar, indi isə gəlin birlikdə dinləyək. Track 10. Word work. Add, mad. Add, mad. Add, mad. Exercise 2. İkinci tapşırıq. Look at the words. Sözlərə baxın. Say the words with the M and Ə sounds. Uşaqlar, M və Ə səsləri ilə olan sözləri deyirik. İlk sözümüz munch sözüdür. Munch sözü yemək yeməkdir. Amma səsli şəkildə yemək yemək, marçıldadaraq yemək yeməkdir. Munch sözündə biz yeni öyrəndiyimiz M səsini eşidə bilirik. İkinci sözümüz mom sözüdür. Mom ana deməkdir. Bu sözdə biz M səsini eşidə bilirik. Sonuncu sözümüz dad sözüdür. Dad ata deməkdir. Dad sözündə biz yeni öyrəndiyimiz Ə səsini eşidə bilirik. Exercise 3 on page 17. Guess the words. Then say. Bu tapşırıqda sözləri təxmin edirik, sonra deyirik. Buraxılmış hərfləri yazırıq və sözləri tələffüz edib tərcümə edirik. İlk sözümüz mad, yəni çılğın. Burada E hərfi buraxılmışdır. İkinci sözümüz dad, ata. Burada da E hərfi buraxılmışdır. Sonuncu sözümüz happy, yəni xoşbəxt deməkdir. Burada da E hərfi buraxılmışdır. Exercise 4. 4-cü tapşırıq. Say it, onu de. Uşaqlar, burada bizə bir cümlə verilib. Gəlin bu cümləni oxuyaq və tərcümə edək. My mom and dad are happy. Anam və atam xoşbəxtdirlər. Uşaqlar, indi isə gəlin bu tapşırıqla bağlı dinləmə mətnini dinləyək. Track 11. My mom and dad are happy.